Bu videonu çox xahiş edirəm. Paylaşın, qoy hamı bilsin. Dənizə, suya, çaya, hovuza girməmişdən əvvəl təkrar düşünsün. İyul aylarında, hələ iyulun bitməyinə nə qədər qalıb, bəlkə də suda boğulanların sayı 40 nəfəri keçib. Danışa gözlərim yaşarır, adam çox pis olur. Deməli, Qubada, çayda 16 yaşlı evin tək övladı suda batıb, çayda batıb və onun axtarışları davam edir. Məsələnin daha dəhşətli hissəsi odur ki, həmin uşaq anadan olanda anasının gözləri tutulub. Ana heç vaxt onu görməyib. İndi də deyir ki, heç olmasa onu tapıb gətirin, əlini sürtmək istəyir övladına. Dünyaya gətirərkən gözlərindən olan ana tək övladının indi tapılmasını istəyir. Ona görə də hamı özündən başqa həm də yaxınlarını düşünsün suya girəndə.